Şuuraltı ilk dəfə olaraq psixoanalizin banisi hesab olunan Freud tərəfindən bizim lüğətimizə daxil olmuş bir termindir. Amma bu termin bir insanın bütün həyatını kökündən, təməldən təsir göstərən ən vacib nüanslardan biridir. Çünki bir insan öz şuur altında yatan inanc və düşüncələrin fərqində olmadan həyatını daima avtomatik rejimdə yaşayır. Yəni, şuurlu seçimlərlə deyil də, şuur altında yatan inanc və düşüncələrin onu istiqamətləndirdiyi həyat ssenarilərini yaşayır. Və bu çox zaman bizim uşaqlıq yaş dövrümüzdə, 0-6 yaş dövründə həyat ssenarisi olaraq doğulduğumuz, böyüdüyümüz ailədə və mühitdə bizə kodlanan təməl inancların üzərində qurulan və həyat boyu davam edən ssenarilərdən ibarət olur. Yəni əslində doğulduğun ev sənin taleyin deyil, doğulduğun ev sənin inanclarının təməlidir və biz birlikdə bu inancların fərqinə varıb onları dəyişdirə bilərik. Əgər sən də öz həyat ssenarini dəyişdirmək istəyirsənsə, mənimlə psixoterapiya seanslarında bu dəyişikliyi birlikdə gerçəkləşdirə bilərik.